Hamıya salam. Ümid edirəm ki, hamınız mənim yoxluğumda çox yaxşısınız. Bilirəm ki, bir müddət video paylaşmıram. Çünki bildiyiniz kimi istirahətdə idim və istirahətin dadını çıxarmağa çalışırdım. Instagramda çox aktiv idim. Orada məni izləyənlər hamı necə bir istirahət elədiyimi gördü. Hələ də əgər Instagramıma abunə deyilsinizsə, adımı burada qeyd edirəm, abunə ola bilərsiniz. Bu müddət ərzində sizin üçün çox qəşəng videolar çəkdiyimi düşünürəm. Ümid edirəm ki, siz də bəyənərsiniz. İlk vloqumuz elə hava limanından başlayır. Xatırlayırsınızsa, keçən vloqumuz hazırlıq vloqu idi. İndi isə biz Azərbaycan aeroportundayıq və artıq gediş üçün çekinə yaxınlaşmışıq. Çekin qeydiyyat kimi bir şeydir. Yəni burada çamadanımızın çəkisini yoxlayırlar. Bununla yanaşı uçuşumuzun qeydiyyatı və ümumi pasport yoxlanışı da burada həyata keçirilir ilkin mərhələdə. Belə əyləşməyə yerlər var və burada kafeteriya var. Burada da əyləşmək mümkündür. Amma belə bir şey deyim. Məsələn, bu terminal 2 hansı uçuşlardır? Naxçıvan, Türkiyə. Naxçıvan və Türkiyə üçünü bura. Amma çox səliqəsiz. Heç kim heç nə göstərmir. Heç kim demir ki, buradan gedin, oradan gedin. Amma birində elə deyil. Amma o birində deyil. Birinci terminaldır. Orada hər şey yüksək səviyyədədir. Bunun içərisi də remontsuz kimidir. Remontsuz deməyək də, daha doğrusu biraz köhnə tiplidir. Mən də video çəkməliyəm. Öndə də çəkim. Bu arada biletlərimizi də götürdük. Burada belə aparat var. Qiymətlərə gəlin bir yerdə baxaq. Görək nə neçədir. Red Bull 8 manat. Bunlar 1 manat 20 qəpik. Hətta ən balaca boydur bunlar. Səsin qəpik deyəsəm 4 manatdır. Hel 4 manatdır. Su, adi bildiyimiz su 3 manatdır. Yəni hava limanı həqiqətən də çox bahadır. Önəmli olan nə susamamışam, nə də acmamışam. Gəlin, vəsiyə də baxaq. Çox təmiz görünür. Bu nədir? Burada belə bir şey. Yəqin ya namaz qılmaq üçündür, ya da ki, əyin dəyişmək falan. Deməli, bu qərara gəldim ki, 2 saat tez gəlmək kifayətmiş. Bizə travel həmişə tapışırır ki, 3 saat qabaq gedin mütləq. Biz də 3 saat qabaq gəlmişik, amma bildiyiniz son 1 saatı sadəcə uzanmışıq, oturmuşuq. Narahatçılıqdan başqa bir şey deyil. Naxçıvan demiş. Və qapıdan da keçdik. İndi isə görə burada nə var, nə yox. Biraz da mağazalar gəzək. Səsimi deyirəm, gəlir. Biraz da mağazalar gəzib, sonra yəqin ki, samolyota minərik. Burada da belə gözləmə yeri. Daha sonra yenə də yeyib içmək. Buralar. Burada balaca bir duty free də var. Orada baxarıq indi. Burada tanınanlardan İli var. Orada Costa var. Belə indi duty free deyəcək. Daha öncə gəlməyənlər və yaxud da bilməyənlər üçün deyim ki, duty free ümumiyyətlə kosmetik məhsulların, yeməli şeylərin, yəni bir çox ümumi alışveriş eləyə biləcəyiniz, belə deyək ki, ümumi nə istəsəz tapa biləcəyiniz bir mağazadır. Hava limanlarında məncə olur, sadəcə başqa bir yerdə mən bilən yoxdur. Sadəcə qiymətlər, misal üçün, bəzi məhsullar burada daha ucuzdur, bəzi məhsullar isə burada çox bahadır. Baxın, belə bütün dünyaca məşhur markalar burada var. Ətirlər. Qiymətinə baxaq, siz müqayisə elərsiniz. 100 millisin qiymətinə baxacam. 166 evro. Evro da 2 manat. Evro 2 manatdır da. 2 evro vurursunuz, qiyməti budur. 100 millisinin qiyməti. Məsələn, Bakı ilə müqayisə eləyə bilərsiniz. Buradan çox adam duty free'dən həmişə ətir alır. Belə eynəklər var, marka eynəklər. Yenə də ətirlər. Burada da bütün ətirlər var. Burada belə Swarovski'nin də stendi var. Həmçinin oyuncaqlar, sonra siqaretlər, növbənöv içkilər və şirniyyatlar. Adətən xaricə qaydanda sevdiklərimizə buradan hədiyyə almaq daha məqsədə uyğundur. Çünki çox qəşəng şokoladlar var. Qiymətlər də belə baha da deyil, sözünüzü. Kafelər də var burada. Azərbaycanın duty free'sində olmazsa olmaz. Baxın, belə paketlərdə şokoladlar var, qiymətləri də burada yazılıb.
Buradan baxırıq. Deyirəm ki, bizim təyyarədir. 5-imizi doldurulur çabuk deyir. Baxıram, yaxşı doldurur. Bu arada burada namaz otağı da var. Sigaret çəkmə yeri də. Mən açdım. Görün səhər yeməyini nə verəcəklər. Saat da 7-yə qalır hələ. Bir samolyota minənə, səhər yeməyi verənə. Kofe falan da içmək istəmirəm ya, ac qarnından. Neysə, biraz da dözüm. Və artıq təyyarəyə mindik. Bizdə buradır. Yerimizə baxın. Deməli, Kəmran bunları işələyir ki, görün burada nə var, deyir. Bunu çıxardır, bu nədir? Hə, bu qusmaq üçündür. Və tam olaraq təyyarədə rahatlandıq. Bu arada bu həm Kəmranın, həm də mənim 5-ci uçuşumuzdur. İlk uçuş bizdə Maldivə olmuşdu. Onda 4 dəfə təyyarəyə minmişdik. 2 dəfə gedəndə, 2 dəfə isə gələndə. Burada isə artıq təyyarə havaya qalxır. Bu hissəni də çəkdim. O qədər gözəl görünür. Qalxanda o qədər də həyəcanlanmıram. Mən sadəcə bir dənə düşəndə biraz narahat oluram. Bu qədər. Gəlin, indi isə Azalın səhər yeməyinə baxaq görək necədir. 2 seçim vermişdilər. Bir omletli, bir də səssiskalı. Mən düşündüm ki, səssiskanı elə normal şəkildə verəcəklər. Amma baxın bu formada verdilər. Yanında belə meyvə, kalbasalar və pendirlər, ərik cəmi, yağ, meyvə şirəsi və yaxud da kola, fanta, sprite kimi seçimlər də vardı. Çörək, su onsuz da verirlər. Yəni yeməyin yanına su yox, başqa bir şey də seçə bilərsiniz. Bu yemək isə iyrənc görünə bilər, amma normal dadı var idi. İçində çörək, göbələk, göyərti və səssiska var idi. Burada isə saçım dəhşətli dərəcədə elektriklənib yapışırdı, onu göstərməyə çalışırdım. Yeməyin dadı deməzdim ki, çox pislik yox, amma yeyilə biləcək qədər idi. Yəni o qədər də pis deyildi. Sadəcə daha yaxşı da ola bilərdi. Yəni kaş omletli seçsəydim deyə bir ara peşman olmadım deyil. Kəmran da eynisini seçmişdi. Dediyim kimi biz normal bir dənə səssiska gözləyirdik, amma onun da yeməyi yeyə bilmədim, çünki eyni şeyi seçmişdik. Hər ikimiz demək olar ki, yeməyin yarısını yedik və qalanı qaldı. Belə çörəyin arasında özümüzə buterbrot düzəltdik və onu yedik. Özünü nə qəşəng düzəltdi. Mən də ona paxıllıq edib, mən də özümə düzəltdim. Mənim onun nə ikisiyim var. Çox dadlı idi. Baxın, bunu versəydilər, bununla da mən doydum elə. Demək olar ki, bunu məni tam olaraq doydurdu. Bunun içində də verdikləri yağla ərik cəmi var. Ağlımdan bilirsiniz nə keçir. Buludlar, pamuk kimi buludlar. Və artıq yarım saata tam olaraq eniş eləyəcəyik. Bu isə İstanbulun yuxarıdan, necə deyərlər, quş gözü ilə, səbəbimizi belə deyirlər, quş gözü ilə baxış bucağıdır. Hansı ki, tam yuxarıdan o qədər hava pis görünürdü ki, amma halbuki biz elə hava limanının bu hissəsindən çölə çıxan kimi gördük ki, hava günlük günəşliymiş, çox qəşəngmiş. Bu arada biz Sabiha Gökçen hava limanına eniş elədik, çünki bizim otel bura daha yaxın idi. Əgər bu hava limanına düşəsinizsə, terminal 2-dən uçursunuz. Yox, əgər yeni hava limanına uçasınızsa, onda terminal 1-dən uçursunuz. İstanbulda aeroport 2-dənədir. Sağ olun. Çox sağ olun. Sağ olun. Və rəsmi olaraq Türkiyə torpaqlarına hələ torpaqda ayaq basmamışam. Hələ nə deyirdilər? Tramplindir deyəsənərdir. Neysə. Kocamı tuttum. Kocam. Koy çekmişsin. Türkdilində. Əsas odur dili bilirəm. Əsas odur, Kəmransı da gəzə bilərəm. Maldivə gedəndə Kəmransı gəzməyə qorxurdum. Kəmran ingilisini məndən daha yaxşı bilir deyə. Amma indi Kəmran qorx bəndən. Səhərlə durursan ki, yoxam. Nə boy dedi? Digər ölkə vətəndaşları, yəni mən. Labirentlər də elə bir. İndi isə gəlmişik bagajımızı götürməyə.
bizim bagajı harda tanıyaram. Uzaqdan gördüm. Dedim Kamran o bizimle kaç. Biz artıq rəsmi olaraq bayaq dediyim kimi Türkiyə torpaqlarına ayaq bastıq. Biraz hava sərindir. Hiç qılı Kamran mənə valiz tapşırıb. Onu da güclə daşıyıb. Bu arada məndən sizə məsləhət. Burada hava limanından elə addımınızı çölə atan kimi ilk diqqət eləməli olduğunuz şeylər maşın yollarıdır. Burada maşınlar insanlara çox nadir halda icazə verirlər keçməyə. O qədər nəqliyyat çıxdı ki, insanlar da tələsir və sənin yolunda isə yol vermirlər. Bu isə hava limanının çöldən görüntüsüdür. Bu arada burada çıxışda elə taksilər var. Sadəcə taksi dəhşət baha yazır deyirlər. Ona görə də biz taksi yox, travel şirkətindən danışıb transfer təyin eləmişik. Evet ablalar, abiler. Merhaba. Türkiye'ye hoş geldiniz. Bir de Türkiye'ye benim gözümden bakın. 10 dəqiqə sonra artıq biz maşına mindik. Tamam buyurun. Tamam çok sağ ol. Abi isim ne? Eyüp. Eyüp. Bize de Eyüp ismi çok. Sevilen bir isim. Və bu VIP transferi olduğu üçün bizdən başqa heç nə götürmədilər. Ümumiyyətlə travellarda VIP transfer olur. Sadəcə sizi aparırlar. Amma belə buradan təbii ki, yəqin ki, yaxınlıqda avtobuslar, metrolar, tramvaylar və sair kimi nəqliyyatlar var və siz buraya gələndə çöldə qalmayasınız. İnsanlardan soruşa mütləq ki, otelinizə gedə biləcəksiniz. Sadəcə olaraq burada nəqliyyatlardan taksi dəhşət bahadır. Yəni burada proqram var, bir taksi, bir dənə o ucuzdur biraz. Uber var, bir taksi var. Bunları yükləyə bilərsiniz. Əgər taksi ilə gəzmək istəyirsinizsə, bunlardan istifadə edə bilərsiniz. Amma biz otelimizə gedənə qədər yollar o qədər gözəl idi. Kamranla hər ikimiz ağza açıq baxırdıq yollara. Bu arada biz orada qaldığımız müddətcə tramvayın tam yanında bir otel seçməyimizin nə qədər bizə üstünlük təmin elədiyindən əmin olduq. Sizə də hər hansı bir metro, tramvay keçidinin mütləq şəkildə yanında bir yer tutmağı tövsiyə edirəm şiddətlə. Və çox sağ olsun Eyüp abi bizə bütün yolları, gediləcək yerləri, məkanları, hər yeri demək olar ki, dedi. Kamran öz qeydlərini apardı. Zaten Kamran bu mövzuda çox yaxşı hazırlaşmışdı. Biz isə bu yolu tam olaraq hardasa 1 saat getdik. 1 saat sonra isə otelimizə çatdıq. Çox maraqlı videolar üçün mütləq şəkildə abunə olmağı unutmayın. Hələlik.